Salamlayıram sizi, əziz izləyicilər. İkinci turun 3-cü qarşılaşması. Təkbir və Xətai Futbol Klubu qarşılaşır. İlk öncə qeyd edeyim ki, Təkbir komandası hesabda öndə olsa da ilk oyununda məğlub olmuşdu. Xətai komandası isə Cənub komandası ilə 3-3 hesab bərabər bitmişdi. Baxaq bu oyun necə olacaq. Hər iki komanda da yaxşı bir komandadır. İlk öncə sizə heyətləri vurğulayım. Təkbir komandasında kapitan Bağırov Kamran, Sadıqov Sənani, Şahverdiyev Ramil, Bayramov Xalid, Qlovinya Vladimir, İsmailzadə Fuad, Bəkirov Eyşən, Elazavov Fazil oyundadır. İndi isə Xətai komandasında heyətləri açıqlayacağım sizlərə. Kapitan Bədəlov Nizami, İsayov Yunis, Hacıyev Eyşad, Novruzov Bayram qapıcı, Hüseynli Şahməddin, Paşazadə Nicat. Hər iki komandaya uğurlar arzulayırıq. Top Xətai komandasının qapıcısındadır. Bayramdan uzun bir pas. Təkbir komandasının kapitanı blok qoyur. Kamran idi bu. Güncdən zərbə Nicat. Pası qapıcı yerindədir. Sənani topu qaçır. Sənani top Sənanidən tərk edir. Eyşad. Eyşad kimlə oynayacaq? Eyşaddan qapıcıya pas. Bayram. Bayram nə edəcək? Oyuncularını irəliyə səsləyir. Ara pası. Qapıcıdan çıxış və cərmə oldu. Yunisə toxunuş var idi. Və Fərdi Məmmədov cərmə zərbəsi bildirir. Topun başında iki oyuncu gördük. Kapitan Nizami Bədəlov və Elşad. Geçen oyunu 3-3. Baxaq nə olacaq. Ev tapşırığı var mı, yox mu? Hesab 0-0'dır. 3 canlı sədd görürük. Qapıcı canlı səddini qurur. Ev tapşırığıdır və pas. Bir daha pas. Blok qoyulur. Top Xətaidədir. Sənani blok qoydu. Nizaminin zərbəsinə. Eyşad Şahməddinlə oynayır. Şaka da deyə bilərik. Qeyd edim ki, ilk oyunda həqiqətən də Şahməddinin gözəl oyununu görmüşdük. Top Təkbir komandasındadır. Ramil. Ramildən uzun bir pas. Fuad irəliyir. Yanında Yunisdir. Fuad topu saxlaya bilmədi. Yox. Pas vermək istəyirdi. Dəqiq olmadı və qapıcı başlayır. Bayram. Bayramdan uzun bir pas. Nizami yetişə bilmir. Qapıcı topu daxil edir. Uzun bir pas. Sənani qəbul edə bildi mi? Yox. Şahməddin uğurladı. Şahməddin irəliyir. Sıyrıldı oyunculardan. Yox. Ramil blok qoyur, amma yoldaş hakim cərimə zərbəsi bildirir. Həqiqətən də Şahməddin gözəl sıyrılmışdı. Qarşısı alındı. Yunis nə edəcək? Yunisdən pas Nizamiyə. Nizami Elşadla oynayır. Elşad keçdi oyuncunu. Elşaddan pas gələcəkmi? Elşadın yanında iki oyuncu mübarizə gedir. Və top Təkbir komandasında out bildirir. Müdafiəçi topu başlayacaq. Qapıcı ilə oynadı. Yox, müdafiəçi Ramil ilə oynadı. Ramildən Kamrana pas. Kapitan qapıcı ilə oynayır. Qapıcı uzaqlaşdırır. Topa çata bilmədi. Top Xətai komandasındadır. Kapitan Nizami qapıcı Bayramla oynayır. Bayram baxır. Şako ilə oynadı.
Şakıdan pas Elşada. Elşad irəliləyir. Önü boşdur. Zərbəsi qapçı uzaqlaşdırır, amma top çıxmamışdı. 4 nömrəli oyunçu topu uzaqlaşdırdı. Gücdən zərbə. Nicat nə edəcək? Nicatın pası. Nizami ara Şako. Pası dəqiq olmadı. Fuad. Tək bir komandasındadır top. Fuaddan geriyə qapçı ilə pas. Qapçıdan Ramilə pas. Ramil irəliləyir. Yanında Fuad var. Topa yetişdi mi? Bəli. Nizami uğurladı kapitan. İrəliləyir. 4-ün 2-yə pas getdi. Nicatdan pas Nizamiyə. Elşad başla zərbəsi qapçıdan gözəl refleks. Yunus müdafiədə qapçısı bayramladı. Top bayramdadır. Bayram fikirləşir. Müdafiəçisi də oynadı. Nizami nə edəcək? Gözəl hərəkətlər. Bir oyunçunun sıyrıla bilmədi. Hakimə baxır, amma hakim davam deyir və qapıdan zərbə. Qapçı müdafiəçisi ilə oynadı. Müdafiəçi irəliləyir. Oyuncularını önə çağırır. Ara pası keçmədi. Elşaddan blok. Elşadın uz zərbəsi. Qapıdan yan keçir. Qapçı topu yerinə yetirir. Ramil önə baxır. Ramildən ara pası. Fuaddan gözəl pas. İrəliləyirlər. Nə olacaq? Qapçı blok qoyur. Yunus və topu uzaqlaşdırır. Nicatdan pas Elşada. Yenə Nicat topu qəbul elədi. Pası dəqiq olmadı. Kapitan Kamran oymadı. Elşad topla oynayır. Baxır, nə edəcək? Önü boşdur. Sol axay bir zərbə dəqiq olmadı. Blok qoyuldu Ramildən. Yunusdan Rabona. Yunus sevindirə bilərdi dəyərli spiker qardaşım. Ara pası gözəl oldu. Sənanin qəbulu düz olmadı. Qapçı Bayram təhlükəyə atır məncə qapçı, amma gözəl tələsmir, təmkinlidir. Şako ilə oynayır. Şakodan pas Nicata. Nicat geriyə çəkildi. Yenə Nizami'nin pası dəqiq olmadı. Ramil uzaqlaşdırdı. Nizami out'u yerinə yetirir. Elşadla oynadı. Elşaddan Nizami'yə bir daha pas. Nizami içəri daxil olmaq istəyir, amma Ramil vardı qarşısında. Nicatın zərbəsi və gol! İlk qolu görürük Nicatdan. Bəli, yanlışlıq oldu. Nicatın zərbəsi idi, amma toxunuş var idi. Bu Şahməddin idi. Şahməddin Xətai komandasını sevindirdi və hesabda 1-0 öndədir. Top Vladimirdədir. Nə edəcək? Fikirləşir. Ara pası gözəl oldu. Fuadın pası keçmədi. Vladimirlə oynayır. Vladimirdən geriyə pas. Başa düşmədilər. Top ayağının altından keçdi. Tələsirlər. Yunusdan pas Şahməddinə. Şahməddin pası Nizami. Nəyi qaçırdır? Qapçı ilə üzbəyiz idi. Çərçivədən yan keçir top. Qapçı bir daha başlayacaq topu. Vladimir. İrəliyir Vladimir. Yox, gözləyir. Sanki hesabda tək bir komandası öndədir Vladimir. Belə hərəkətlər görürük Vladimirdən. İtkilər var hər iki tərəfdə, həqiqətən də top itkiləri görürük. Top Fuaddadır. Yanında Ramil var. Ramil oynayacaqmı? Yox. Fuad. Yox, üzr istəyirəm. Bu Elşən idi. Fuadla bir-birinə oxşadığına görə qarışdırıram. Elşənin pası dəqiq olmadı. Uğurladılar. Nicat irəliləyir. Nicat keçdimi Vladimiri? Yaxşı. Vladimir gözəl oynayır müdafiədə. İrəliləyir. Tələsmək lazımdır. Hesabda geridədir. Vladimir gözləyir. Pasını verdi Ramilə. Ramildən yenə pas. Vladimir. Yox. Pası dəqiq olmadı. Elşaddan pas keçmədi. Müdafiə gözəl oynayır. Uzaqlaşdırdı. Amma out. Elşən idi bu. Elşad topun başındadır. Şahməddinlər gəlir top. Geriyə oynayır Şahməddin. Nizami. Qapçı Bayramla oynayır.
Xətai komandası qapıçını da oyuna daha tez-tez qoşurlar. Yunisdən səhv itirmişdi, amma uğurladı. Yunis Nədicəv qapıçı ilə oynayır. Qapıçı topu uzaqlaşdırdı və out tək bir komandasındadır. Tək bir komandasında Ramil. Zərbəsi qapıçı yerindədir. Qeyd edək ki, hesab 1-0'dır. Xətai komandası irəlidədir. Xətai komandası ilk birinci turda hesab 3-3 bitmişdi. Bir xal götürmüşlər, amma tək bir komandası isə 0 xalı var və qələbə doğrudan da çox lazımdır hər iki tərəfə. Baxaq nə olacaq. Qapıcıdadır top Bayram. Bayramdan gözəl pas. Nizat düzgün qəbul edəmədi və özündən tərk edir top. A tək bir komandasındadır. Vladimir başlayacaq topu. Önə baxır. Pas dəqiq oldu mu? Bəli, Fuad çatdı. Fuad topu saxladı və qapıcı ilə oynadı. Fuad gözəl oynayır. Vladimir topu qəbul edir. Elşad topu uğurladı Fuaddan. Nizami Elşadla oynayır. Elşad qəbul edəmir amma. Vladimir Ramil. Ramildən Fuada. Fuad önə səsləyir oyuncularını. Gözəl pas. Sənani. Sənani'nin pası keçmədi Şaməddin. Yenə Şaməddin. Şaməddin gözəl oynayır. Ramil. Top Ramildən çıxır. Komanda bir-birini başa düşmür. Etiraz edirlər bir-birlərinə. Qapıcı ilə özbəyiz idi. Nizami dəqiq olmadı. Eyşən. Fuadla oynayır. Yanında Şahməddin var idi. Geriyə oynayır. Vladimir. Vladimirdən uzun pas keçmədi. Elşad blok qoyur. Rami. İki kaptan varizəsi idi bu. Nizami gözəl atıb keçmək istəyirdi. Amma Kamran buna qoymadı. Və Fərid Məmmədov bunu görürdü. Gözünün önündə idi. Cərimə zərbəsi bildirdi. Yenə də topun başında iki oyuncu görürük. Elşad və Nizami. Nə olacaq? Topun üzərindən dolandı. Zərbə Kamrandan blok. Top qapıcıdadır. Qapıcı müdafiəçisi ilə oynayır Elşad. Elşad. Elşaddan gözəl hərəkətlər. Cərimə bir daha. Cərimə zərbəsi yerinə yetirilir. Nizamidən uzun pas keçmədi. Fuaddadır top. Fuaddan pas Sənaniyə. Sənani nə edəcək? Bir oyunçunu keçir. Yine Fuadla oynayır. Sənani. Pası dəqiq olmadı. Nizami uğurladı topu. Xətai komandasının əks hücumu ola bilərmi? Elşadın pası dəqiq olmadı. Qaptan Kamran yetişdi və qapıcı ilə oynadı. Fazil idi bu. Qəşəng pas. Fuaddadır top. Fuad fikirləşir. Yenə Eyşənlə oynayır. Ara pası keçmədi. Şahməddin blok qoyur. Nizami tələsmir. Çünki hesabda da öndədir. Geriyə qapıcı ilə oynayır Bayram. Qeyd edək ki, Bayram Veteranlar Liqasında Əl-Abadın qapıcısıdır. Ayaqla gözəl oynayır. Uzun bir pas. Elşad qəbul edir. Elşaddan pas Nizata. Nizat qəbul edir. Nə edəcək? Nizatın pası Şahməddin. Qapıcı Fazil gözəl blok qoyur. İkinciden zərbə. Qeyd edim ki, digər oyunlarda da qeyd etdik. Bir çox oyuncular Veteranlar Liqasında mübarizə aparır. Və burada da gözəl komanda qurub iştirak edirlər. Kapitan Kamranın pası dəqiq olmadı. Nizat uzaqlaşdırır. Tək bir komandası tələsir. Vladimir topu qəbul edəmədi. Yox. Top hərəkətdə deyir yoldaş hakim. Top İxlas komandasına keçir. İxlas Xətai komandası yerinə yetirir. Üzr istəyirəm. Top Sənani'dədir. Sənani fikirləşir. Kapitan Kamranla oynadı. Kamrandan Fuada pas. Yenə Kamran. Kamranın zərbəsi qapıcı yerində idi. Qapıcı rahat ram elədi topu. Nizami qapıcı ilə özbəyizdir. Qapıcı Fazil. İkinci gözəl seyvi. Nizami fikirləşir. Şakoya pas keçmədi.
Top yenə də Xətai komandasındadır. Elşadın zərbəsi dəqiq olmadı. Qapıdan yan keçir. Fazil tələsir. Müdafiədə boşluqlar var. Kamrandan pas Fuada. Fuad fikirləşir. Pas verdi Sənaniyə. Sənani topa çata biləcəkmi? Bəli, top qalır. Şahməddin müdafiədə gözəl oynadı. Sənani yanında pas verilmədi Vladimirə. Fuaddan zərbə. Top çıxmayıb. Şahməddin uzaqlaşdırır. Top Nicatdadır. Nicat nə edəcək? Nicatdan pas Şahməddin önünə olmadı. Gerisinə düşdüyünə görə topu qəbul edə bilmədi və out. Fuad. Fuad irəliləyir. Vladimir. Müdafiəçisi Elşənlə oynayır. Yenə Vladimir. Vladimir nə edəcək? Uzun pas. Elşən qəbul edəmədi. Gözəl fikirləşmişdi həqiqətən də Vladimir bunu. Uzun bir pas Yunisdən. Vladimirdən blok. Müdafiəçidədir top. 4 nömrəli oyuncu. Oyuncusunu səsləyir irəli. Uzun pas. Qapıdan. Yox, out deyir. Yunis yerinə yetirəcək. Kaptan Fuad time-out bildirir. Yox, üzr istəyirəm. Kaptan yox, Fuad. Kaptan dedik. Veteranlar Liqasının da kaptandır Fuad. Qarışdırdım, üzr istəyirəm. Out və təkbir komandası time-out istəyir. Komandalar oyunu müzakirə edəcək. Və time-out bitir. Təkbir komandası time-out götürmüşdü və hesabda da geridədir. Təkbir komandası ilə Xətai komandası hesabda Xətai komandası 1-0 öndədir. Ramil itirdimi topu? Bəli, bəli. Nizami uğurladı topu. Kapitana blok qoyuldu. Top 4 nömrəli oyuncudadır. Vladimirlə oynayır. Vladimir nə edəcək? Vladimirdən gözəl hərəkətlər. Pas keçdi, bəli, Ramil. Ramildən pas Sənaniyə. Sənani fikirləşir. Ramillə oynadı. Zərbə olacaqmı? Zərbəsi dəqiq olmadı. Toxunuş yox idi. Topu Xətai komandası yerinə yetirəcək. Qapıcı Bayramın yanında Yunis var. Yunislə oynayır. Yunis qəbul etdi. Yenə qapıcı Bayramla oynadı. Bayram oyuncularını sanki idarə edir. Joystick əlindədir. Gözəl pası Elşada. Elşad uz zərbəsi dəqiq olmadı. Kapitan Nizami pas istəyirdi. Etirazını bildirdi Elşada. Qapıcı Fazil yerinə yetirdi Vladimir. Vladimir nə edəcək? Vladimirin pası keçmədi, amma topu qazandılar. Out. Sənani. Sənanidən pas çatmadı Fuad buna. Nizami. Nizami nə edəcək? Elşadla oynayır. Elşad. Elşad iki oyuncunun arasındadır. Uğurladı Sənani. Mübarizələr görürük. Amma top yenə də tək bir komandasında qalır. Uzun pas Vladimirdən. Yunis blok qoyur. Top tərk edir. Qapıcı topu yerinə yetirəcək Fazil. Ramillə oynadı. Ramildən ara pası Fuad qəbul edir. Yox, itirir. Nicat nə edəcək? Nicat pası Nizamiyə. Şahməddin oynadı. Sənani yetişdi ona. Geriyə oynayır Yunislə. Yunis baxır. Yunisdən uzun bir pas keçmədi. Ramil blok qoydu. Başla zərbə. 4 nömrəli müdafiəçi hücuma gəlib. Pası Sənani. Sənani zərbə vuracaqmı? Sənaninin zərbəsi Şahməddindən blok gəlir. Qapısına deyir ki, sən heç nə eləmə, mən hər şeyin qarşısını alacağam. Sənani başla zərbəsi Şahməddin topu uğurladı. Elşaddan gözəl top qəbulu. Şahməddin! Qapçı ilə özbəyizdir. Nə edəcək Şahməddin? Dubl edir. 2-0 Xətai komandası hesabda öndədir. Şahməddin birinci turda olduğu kimi bu oyunda da qollar vurur və komandasını irəliyə səsləyir. Təkbir komandası topu yerinə yetirdi. Fuad. Pas verdilər Fuada yenə. Sənani. Ramillə oynayır. Ramildən Fuada pas. Yenə Ramil.
Gözəl divar pasları görürük. Zinah dəyişirdi Sənani. Sənani pasını verə bilmədi. Qapıdan zərbə. Xətai komandası heç də tələsmir. Məncə də düz edir. Çünki hesabda 2-0 öndədirlər. Şahməddindədir top. Yunis'lə oynayır. Yunis geriyə pası. Bayram. Bayramın üstünə heç tək bir komandasının oyuncusu yaxınlaşmır. Ona görə rahat önə gələ bilir. Ara pası qəbul edə bildimi? Yox, Elşad itirdi. Ramildədir top. Ramildən uzun pas. Yox, çatmadılar. Əgər topu uğurlasaydılar tək bir komandasına gol da görə bilərdik. Çünki 2-1 idi. Bayram başladı. Elşaddan uğurladılar topu. Sənani qəbul edəcək. Bəli. Sənani'dədir. Sənani'nin zərbəsi qapıdan yan keçir. Qapıcı topu yerinə yetirəcək. Uzun bir pas Elşadda. Elşaddan yox. Fərid Məmmədov cərimə deyir. Elşad yerdə qalmışdı. Sənə top oynadım. Kəsəlmədin ona görə. Elşaddan hələ də etirazlar görürük. Amma komandası öndədir. Niyə bunu edir? Şahməddin ara pası. Elşad irəliləyir. Nizami uğurladı. Elşad buraxmışdı. Şahməddindən pas. Elşad nə edəcək? Elşaddan kapitan Kamran uğurlayır. Amma Kamran topu özündə saxlaya bilmir və out. Elşad başlayacaq oyuna topu. Kapitan Nizami yanındadır. Nizami nə edəcək? Nizamiyə blok qoyur Vladimir. Nizami uğurlaya biləcəkmi? Vladimir və Yunis cərimə. Fərid Məmmədov cərimə zərbəsi bildirir. Hər iki komandada da sərt oyunlar görürük həqiqətən də. Fərid Məmmədov bu aqressivliyi öldürmək üçün cərimələri görür və saxlayır vaxtında. Vladimir Ramil ilə oynadı. Ramilin zərbəsi Şahməddindən blok. Yerdə qalan oyuncu var. Hakimə etirazlar. Hakim davam deyir. Oyuncular bir-birlərini qaldırır. Qapıcı topu daxil edəcək oyuna. Müdafiəçisi oynadı Elşad. Elşaddan Yunisə pas. Tək bir komandasından top çıxır. Yunis önə baxır. Yunisdən uzun bir pas keçmədi. Müdafiəçidən qarşıya pas. Sənani'dən pas. 4 nömrəli oyuncudan bir daha Sənani. Sənani fikirləşir. Pas Ramilə keçmədi, yox. Vladimirin zərbəsi də dəqiq olmadı və birinci hissə bitdi. Və ikinci hissə başlayır az sonra. Qeyd edim ki 2-0 Xətai komandası öndədir. Tək bir komandası. İkinci məğlubiyyəti mi gəlir? Xaliddən qapıcıya pas. Bayram. Qeyd edim ki, Xətai komandasına 2 qolu da Şahməddin vurub. Şahməddin dubl edib və gözəl oynayır. Qapıcıdadır top. Fazil idi bu. Kamran kapitan. Kamran irəliləyir. Kamranın ara pası. Sənani'dən pas. Bir-birini anlamadılar və out. Xətai komandası yerinə yetirəcək. Topun başında Yunis. Dəyərli spikerim qardaşım. Elşad. Nicatdan geriyə Elşada pas. Sənani'dən pressing. Top Sənani'dən tərk edir. Bayram. Bayram müdafiəçisi Yunis'lə oynayır. Yunis'dən qapıcıya pas. Bayram önə baxır. Nicat gəldi, top istədi. Nicat Yunis'lə oynayır. Yunis'in pası dəqiq olmadı. Qapısı uzaqlaşdırır, amma out. Out'u yerinə yetirir Ramil. Top kapitan Kamrandadır. Kamrandan pas Ramilə dəqiq olmadı.
topu yerlə al, yerlə. Hələ ki iki komandada itkilər görürük. Baxaq tək bir komandası Qal ortada, qal ortada, geri buradayam, dönüş qal edə ortada. biləcəkmi? Bayram Şahməddin oynayır. Şahməddin irəliləyir. Yunisdən qapçıya pas. Qapçıdan gözəl hərəkətlər görürük. Pas keçdi, bəli, Nicatdadır top. Nicat keçmək istədi, blok gəldi Eyşəndən. Uzun bir pas. Yox, çata bilmədi. Fazil qapçı yerində idi. Kamrandan uzun ara pası Sənani qaçmadı heç. Bayram topu yerinə yetirəcək. Uzun bir pas mı gələcək? Yox, müdafiəçisi ilə oynayır Yunis. Sayev fikirləşir, qapçı Bayrama verdi. Elşaddadır top. Elşaddan gözəl davam pası Şahməddin irəliləyir. Şahməddin pası Nizami. Nicatla oynayır. Nicatın pası Şahməddin. Nicat qapçı Fazil. Xalid topu oğurlaya bildimi? Yox. Out. Top Xətai komandasında qalacaq. Nizami oynadı Nicatla. Nicatdan Nizamiyə pas. Nizaminin pası dəqiq olmadı. Məncə yerlə versəydi daha gözəl olardı. Çünki Şahməddin ilə Nicat oradaydı. Kapitan bunu edəmədi. Elşad irəliləyir. Elşad sıyrıldı. Pasmı verəcək. Zərbəsi Fazil. Fazil gözəl seyvlər görürük. Yox, Fazilə dəyməmişdi son toxunuş. Tək birdə qalır. Sənadədir top. Sənadədən pas Ramilə. Ramil Fuadla oynayır. Fuaddan pas keçmədi. Top Xətai komandasında qalır. Bayramdadır top. Müdafiəçisi ilə oynayır. Elşaddır bu. Elşad. Şahməddinə pası dəqiq olmadı. Top qapçıda qalır. Fuad. Fuaddan Fazilə pas. Fazil Kamranla oynayır. Kamran irəliləyir. Kamranın pası dəqiq olmadı və out. Yenə də tək bir komandasındadır. Sənaninin önü boşdur. Amma Elşad blok qoyur, çatdırır özünü. Tək bir komandası ataklar edir. Baxaq, qol vura biləcəkmi? Ramilin zərbəsi. Bayram rahat qəbul edir. Və uzun bir pas. Ramildən qurtarış. Başla zərbə. Elşaddan Nizamiyə. Nizami. Nizami nə edəcək? Sıyrıldı. Yox, blok qoyuldu. Bəli, Fərid Məmmədov cərimə zərbəsi bildirir. Top Xətai komandasındadır. 5 istəyir Nizami kaptan. Hakim bildirir ki, fitdən sonra zərbə olar və ya pas verilmə olar. Elşad. Elşaddan Nizamiyə pas. Nizami təkdi. Nizami pası heç kim yoxdur. Nicat anlamadı. Yalnız Elşadla Nizami bir-birini anlaya bildi, amma digər cinahdan kömək gəlmədi. Yunisdən uzun pas. Nizami topu qəbul edənmir. Və komanda yoldaşını alqışlayır pasta görə. Kamran. Kapitan etirazını bildirir komanda yoldaşlarına. Ramil. Ramil irəliləyir. Ramildən pas. Eyşən. Eyşən çata bilmədi topa. Eyşən pasını verdi. Elşad pasını verdi Yunisə. Şahməmməd. Nizami. Nizamidən uğurladılar topu. Cərimə. Nizami kobudluq edir. Kamran tələsir və oynadı Sənani ilə. Sənanidədir top. Sənani zərbə vuracaq. Bəli, zərbəsi Bayram yerindədir. Out. Eyşən Sənani ilə oynayır. Sənani gözəl dönür. Fuad. Və cərimə Yunis çox pis mövqeydə cərimə zərbəsi edir. Həqiqətən də top qapıya çox yaxındır. Baxaq, tək bir komandası qol vura biləcəkmi? Hesabda geridədilər. Canlı sədd qurulur. 3 canlı sədd var. Elşad, Yunis, Şahməddin. Qapçı çox rahatdır canlı səddən. Sənaninin pası.
Ramil dirək. Toxunuş da var idi, küncdən zərbə. Nəyi qaçırtdı? Ah. Ramil vursaydı həqiqətən də fərqli olacaqdı oyun. Sənanidədir top. Sənani nə edəcək? Şahmətdindən blok. Sənani baxır. Hərəkətdə oldu top. Şahməddin. Hərəkətdə yox, xəttə qoyulmadığına görə hakim bildirmişdi onu. Əl oldu. Gəldi. Top Nicata dəymişdi və tez başladı təkbir komandası Elşən. Elşəndən Fuada pas. Fuad irəliləyir. Fuaddan Elşənə Ramil. Elşad cərmə. Elşən tələsir, amma oyuncusu atılmamışdı. Topun başında yenə Ramildir. Ramil fikirləşəcək, baxaq nə olacaq. Birbaşa zərbəmi yoxsa pas? Pas verildi Elşən. Elşənin pası Nicatdan blok. Yerdə qalan oyuncu var. Zərbəs! Top Sənanidən tərk edir. İki tərəfdən də etirazlar var idi. Fərid Məmmədov əmin idi. Bayramdan uzun pas Ramildən keçmədi. Elşaddadır top. Elşad irəliləyir. Gözəl ara pası. Şahməddin qapıcı ilə üzbəyizdir. Şahməddin nə edəcək? Yox. Alt xətayinin qapıcı qurtardı. Həqiqətən də bu təkbətəki Şahməddin 3-cü qolunu vura bilərdi. Qarşısı alındı. Şahməddin yenə qaçırdır Şahməddin. Artıq ikinci dəfədir təkbətəki qaçırdır. Amma yenə də Xətay komandası öndədir. Vladimir oyuna daxil oldu və pası Sənani çatdırdı özünü. Top təkbir komandasındadır. Vladimirdən geriyə pas Ramil. Fuad itirdi Şahməddin. Şahməddindən pas Nizamiyə. Nizamidən davam pası dəqiq olmadı. İki kaptan mübarizəsi. Kamran topu uzaqlaşdırır. Nizami ara verəcək. Elşadla oynayır. Geriyə oynayırlar. Tələsmirlər. Hesabda öndədilər. Xətay komandası. Bayram. Nicatla oynadı. Nicatdan pas. Bayram. Bəli. Elşada çatdırdı topu. Səhv eləmədi Bayram. Elşad nə edəcək? Pressing görürük. Uzaqlaşdırdılar topu. Kamranın toxunuş var idi. Kim birə idi? Yox. Nizami. Ayağı büdrədi. Dəqiq olmadı. Fuadın pası Kamrana. Kapitan. Nə edəcək? Kapitan zərbəsi. Dəqiq olmadı. Bayram topu daxil edəcək. Kimə verəcək? Baxaq uzun pas mı olacaq yoxsa müdafiəçisi ilə yanındakından oynayacaq? Yox, uzun bir pas. Nizamiyə zərbəyə qoymadı Vladimir. Gözəl oynayır Vladimir. Nizami küncdən zərbənin yerinə yetirəcək. Yanında Nicat var. Nicatın pası Vladimir. Gözəl oynadı, uğurladılar topu Fuad. Fuad gözəl sıyrılır. Üçün birədilər. Fuadın pası yox. Şahməddin oynayır qapçı. Şahməddindən Nizamiyə pas. Nizami artıq neçənci dəfə səhvlər edir. Komandasına həqiqətən də öndə kömək eləyə bilmir. Baxaq təkbir komandası bundan istifadə edə biləcəkmi? Vladimir itirmədi. Cərimə Yunis sərt oynamışdı. Fuad topun başındadır. Qapçı 2 canlı səd istəyir. Qapçının önünü Sənani kəsib. Bu bir taktikadır, bəli. Ramilin zərbəsi canlı səddən sıyrılmışdı. Vladimir bunu kolla bitirə bilərdi, amma gözləmirdi. Küncdən zərbə yenə təkbir komandasındadır. Kapitan pas istəyir Kamran. Kamrana gəldi top. Kamran zərbə vuracaqmı? Kamranın zərbəsi dəqiq olmadı. Qapçı Bayram topu yerinə yetirəcək.
Uzun pas mı gəlir? Bəli, yerlə pas keçmədi. Out. Qətay komandası yerinə yetirəcək. Fuad komanda yoldaşlarının önə getməyini istəyir. Nizami topu qəbul edir. Az qalsın Nizami yıxılacaqdı. Elşad. Elşadda qalır top. Out. Yunus buraxır topu. Nicat çatdı topa. Çıxmağa qoymadı. Yox, çaşdırmışdı Nicat. Qapçı ilə oynamadı. Top özündədir, irəliləyir. Nə edəcək? Birini də keçdi. Yox, uğurladılar. Ramil uğurladı. Fuaddadır. Fuad irəliləyir. Həqiqətən də Fuad can qoyur. Cəld hərəkətləri ilə hücuma çıxır. Sənani qabı boşdu. Oy oy oy. Əslində zərbə vurulmuşdu, amma top Fuada gəldi. Fuad isə bunu bitirə bilmədi, gözləmirdi çünki. Elşaddan uzun pas. Şahməddin qəbul edir. Faul. Şahməddin Xalidi yıxır. Xalid yerdə qalmışdı. Xalid tələsir. Ramil oynadı. Ramil irəliləyir. Fuad. Fuad nə edəcək? Geriyə oynayır. Xalid Vladimirlə oynayır. Vladimir tələsmir, Ramillə oynadı. Ramil zərbə vuracaqmı? Yox, pas verir. Sənani topa çatır. Nə edəcək? Tək bir komandası. Xalidlə oynayır. Xalid gözəl paslaşırlar tək bir komandası hal-hazırda. Sənani önə baxır. Pas keçmədi. Şahməddin uğurladı. Amma yox, Fuad uğurladı bir daha. Fuaddan pas Ramil. Ramilin zərbəsi Elşaddan blok. Top kimdə qalır? Qətay komandasında da toxunuş var idi Fuada. Yunus Elşadla oynayır. Elşaddan uzun pas. Xaliddən önə başda zərbə, amma top Nizamiyə gəlir. Şahməddinə uğurladılar topu. Vladimir baxır. Bitirməyi də istəmir topu. Baxaq kimlə oynayacaq. Müdafiəçisinin açılmağını istəyir Xalidin. Geriyə oynadı Fuadla. Fuaddan ara pası. Sənani qəbul edir. Vladimir irəliləyir. Nicat gözəl oynadı burada. Top tək bir komandasından tərk edir. Qapçı Bayram topu yerinə yetirəcək. Yerlə pas. Nizami qəbul edir. Yox, uğurladılar. Ramil toxunuş var idi, bəli. Ramilə dəymişdi. Qətay komandası topu yerinə yetirdi. Nicatdan pas Nizamiyə. Qapçı önə çıxaraq topu götürür. Xalid gedir. Pasını verdi Vladimirə. Vladimir nə edəcək? Pas verdi Ramil. Ramildən pası keçmədi. Fuaddan pas Xalid. Yox, dəqiq olmadı Xalidin pası, amma out qazandılar. Bir daha tək bir komandası başlayır. Sanki Xətai komandası müdafiəyə oturub. Bunun da səbəbi bəllidir, bəli. 2-0 öndədirlər. Baxaq nə olacaq. Tək bir komandası qol vura biləcəkmi? Ramilin pası bir daha blok qoyuldu. Xalidin pası olmadı. Gözəl mövqedə idi. Nizamidən gözəl keçid. Top saxlaya biləcəkmi? Yox. Nizami top saxlaya bilmir. Tək bir komandası tez topu daxil etdi. Vladimirdən pas. Ramil zərbəmi olacaq? Bəli. Nicata dəyir. Top tərk etmədi. Ramil bir daha Xalidlə oynadı. Sənani önü boşdu. Vuracaqmı? Qapçı. Gözəl refleks. Vladimir. Pas keçmədi. Şahməddin. Önə atdı. Elşaddadır top. Elşad qəbul edə bildi, bəli. Elşad tələsmir. Gözləyir ki, komanda yoldaşlar gəlsin. Elşad tələsmir, bir daha deyirəm. Geriyə oynadı Nizami. Nizami qapçısını qoşur. Gözləyirlər. Tək bir komandası pressing eləsin. İtkilər olsun və atak qursunlar. Uzun bir pas Xalid çatdı.
Elşad topu uzaqlaşdırır. Xalid Ramillə oynadı. Ramil Fuada verir. Fuaddan geriyə Elşən oyuna daxil oldu bu arada Elşən. Nizat onu sıyrılmaq istəyir, yox. Elşən qoymadı. Dedi ki, məni keçə bilməyəcəksən. Nizat küncdən zərbəni yerinə yetirəcək. Şahməddinə top keçmədi. Qapçıdan gözəl hərəkət. Oğurladılar. Sənani irəliləyir. Önü boşdur. Sənaninin zərbəsi çərçivədən yan keçir. Sənani bu gün komandasını sevindirə bilmir, amma ilk turda həqiqətən də sevindirə bilmişdi. Qolunu da vurmuşdu. Bu oyunda baxaq görəcəyimi tək bir komandasına. Nizamidən pas keçmədi. Davam pası Xalidə. Fuad gedir. Stop elədi. Zərbə olmadı. Yox. Pasdı Sənaniyə. Sənanidən pas. Xalid önü boşdu. Vuruş və gol. Xalid tələsir və topu götürür. Meydana gətirirlər topu. Tələsməkdə də məcburdular. Çünki hesabda geridədilər. Xalid komandasını sevindirdi. Kapitan yenə oyuna daxil olur. Ramillə Vladimir zamindədir. Uzun bir pas. Elşən gözəl oynayır müdafiədə. Xətai komandası topu yerinə yetirəcəkmi? Sanki tələsmirlər. Vaxtda oynayırlar. Uğurladı Xalid. Xaliddən gözəl top qəbulu. Xalid! Top önündə qalmışdı. Müdafiənin səhvi var idi Yunisin burada. Xalid bir saniyə dayansaydı bəlkə də ikinci qolunu vura biləcəkdi. Bildirim ki, Xətai komandası heç tələsmir. Vaxtda oynayırlar. Şahməddin gözəl keçid. Şahməddin cinahı dəyişir. Pası Elşada. Elşadın pası keçmədi Elşən. Elşad baxır kimə verəcək? Nizami. Nizami itirdi və top tək bir komandasındadır. Fuad uzun pas istəyir. Sənani qəbul elədi. Sənani irəliləyir. Kimə verəcək, nə edəcək? Pası Elşənə. Sənani zərbəsi! Az qalmışdı. Hakim deyir ki, qapçıya toxunuş var idi və kücdən zərbə Xalid. Fuad dəqiq zərbə vura bilmədi. Bayram önə baxır. Kimə verəcək? Müdafiəçisi oynadı. Nizami kapitan geriyə çəkilib. Sənanidən pas. Elşən. Xalid. Tək bir komandası. Gözəl paslaşma. Sənani. İkinci qolu vura bilərdi. Xətai komandası sanki mandrajdadır. Tək bir komandası baxaq ikinci qol vura biləcəkmi? Pas keçmədi. Nizatdan pas Şahməddinə. Şahməddin tələsir. Elşada pas. Elşadın qəbulu düzgün olmadı. Top tərk etdi. Out yerinə yetirilir Xalid tərəfindən. Kapitan Kamran oyundadır. Baxaq qol vura biləcəkmi? Fuad Kamranla oynayır. Kamran geriyə qapçı Fazil. Fazilin pası Xalidə. Sənani kapitan Kamran itirdi. Taban pası Elşada. Elşad nəyi qaçırdırsan? Elşad 3-cü qol vursaydı Xətai komandası daha rahat olardı. Amma hələ də tək bir komandasında da üstünlük. 44-cü dəqiqədir. Baxaq nə olacaq. Xalid Fuadla oynadı. Fuaddan pas istəyir Xalid. Amma Fuad geriyə verdi Kamrana. Şahməddin top uğurladı. Nizamidədir top. Nizami irəliləyir. Pası dəqiq olmadı. Out. Xalid tələsir. Tez başlayacaq. Oynadı Kamranla. Kamran nə edəcək? Kamran pas Xalidə. Top Xaliddən çıxır. Kapitan zərbə. Qapçı Bayram tələsmir. Məncə müdafiəçisi ilə oynayacaq. Yox. Uzun bir pas. Nicat topu saxlaya bilmədi. Kamran uzaqlaşdırdı topu. Orada itələyirdi məncə Yunis. Xaliddədir top. Nə edəcək? İkinci qol vura biləcəkmi? Yox. Şahməddin toxunuşu var idi. Top yavaşladı.
Qapıcı da gözəl oynayır burada. Xalidi biz hər yerdə görə bilərik. Müdafiəyə də gəlir, hücuma da. Komandasına çox kömək olur. Fuadın pası Elşənə. Elşən geriyə oynayır Sənani. Sənani keçdi. Pas verə biləcəkmi? Sənani sıyrıldı Elşaddan. Zərbə olacaqmı? Qapıcı Bayram qoymur. Sənani yenə uğurladı Elşaddan topu. Pası Kamran və Bayramdan top çıxır. Oyun çox qızışır həqiqətən də. Kücdən zərbə. Kapitan yorulub Kamran. Zamen istəyir. Ramil oyuna daxil olur. Kücdən zərbə. Fuad geriyə oynadı. Ramildən topu uğurladılar. Şahməddin qapıcısı. Qapıcı dirək qurtarır. Qapıcı səhv eləmişdi. Önə çox gəldi. Şahməddin hat-trick edə bilərdi. Alınmadı. İkinci dəfədir ki, hat-trickdən qaçır Şahməddin. Yunisdən blok gəldi, amma top Sənanidədir. Sənani nə edəcək? Fuada pas. Fuad nə edəcək? Top Fuaddadır. Heç nə yoxdur. Hakim davam edir. Yunis yerdə qalmışdı. Və Elşən az qalmışdı. Həqiqətən də elə bir iki xəta komandası oynamır. Tək qapı gedir hal-hazırda. Tək bir komandası. Gözəl ataklar görürük, amma bitirə bilmirlər hələ ki. Nizami qapıcı ilə oynayır. Uzun bir pas. Top qapıcıdadır. Fazil qapını tərk edib önə verəcək. Uzun bir pas. Çata bildimi? Yox, Sənani çata bilmədi. Qapıcı yerinə yetirəcək bir daha. Uzun bir pas. Şahməddin başla pas vermək istəyirdi, alınmadı. Fuad qəbul edəmədi. Yaxşı. Top onlarda qalır, xətayda qalır. Başla zərbə, yenə dirək. Şahməddin pası Elşad. Qapıcı Fazil. Nicat nə edəcək? Nicatın zərbəsi. Dəqiq olmadı. Komanda yoldaşları tələsdirir qapıcı Fazili. Buna da məcburdular. Çünki hesabda geridədilər. Ramildən cərmə. Tələsdiyinə görə cərmə etdi məncə. Şahməddin yerdə qalmışdı. Canlı sədd qurulur. Qapıcı baxır. 5 istədilər. 2 canlı sədd quruldu. Nizami topdan sıyrıldı. Nicatın zərbəsi blok qoyulur canlı sədddən. Elşad geriyə verir. Bayram tələsmir. Bilir ki, hesabda öndədir. Ortaya bir pas. Nizamidən pas. Elşada. Elşad Nicatla oynayır. Nicat gözləyir. Pası dəqiq oldu Şahməddinə. Şahməddin geriyə vermək istəyirdi. Xaliddən blok. Out. Nə edəcəklər? Şahməddin keçə bilmədi. Yenə Xalidi. Xalid gözəl oynayır. Qolun sahibidir. Şahməddin. Ara pası Elşad gözlədi sanki. Ramil uzaqlaşdırdı. Sənanidədir top. Sənani çöndü. Qoşulur. Şahməddin uğurlamışdı, amma yenə də itirdi. Vladimirdən pas Ramilə. Ramil irəliyir. Vladimir pası keçmədi. Elşad nə edəcək? Sıyrıldı 2 oyuncudan. İrəliyir. 3 nəfərdir. Baxaq nə olacaq? Silahı dəyişir Nicat. Nicat keçəmədi Xalidi. 49-cu dəqiqədir. Vaxtın bitməyinə çox az qalıb. Yunisdən içəri pas keçmədi. Fuad irəliyir. Fuad gedir. Nə edəcək? Son atak da ola bilər. Fuad nə edir? Pas verir Sənaniyə. Sənani keçdi. Zərbəsi blok gəldi Nizamidən. Əl tələb edirlər. Kücdən zərbə deyir yoldaş hakim. Yox, kücdən zərbə yox. Sənaniyə toxunmuşdu. Hakim çox əmin olaraq bildirdi bunu. Amma Fərid Məmmədova etiraz var idi. Fərid Məmmədov kücdən zərbə bildirmədi. Çox maraqlıdır. Hakim 1 dəqiqə deyir. Çox az qalıb. Baxaq. 3-cü qolu vura biləcəkmi xətayı, yoxsa tək bir komandası hesabı bərabərləşdirə biləcək? Toxunuş var idi. Küncdən zərbə. Nizat başlayacaq topu.
Nicat baxır içəri, heç kim yoxdur. Pası verdi, Yunis qoşuldu. Fuad topun çıxmağına qoymadı. Fuaddan pas Ramilə. Ramil nə edəcək? Pas keçmədi Elşada. Vladimir uzaqlaşdırdı. Ramil yerdə qalır. Cərimə, bəli. Düzgün qərar idi, bəli. Ramil yerdə qalmışdı. Tək bir komandası tələsir. Kaptan da zamindədir. Tələsməyini istəyir komandanın. Fuad itirmədi. Pasını verdi. Yox. Elşad uğurladı. Nicatdadır top. Nicatın pası çatdı, bəli Elşad. Amma qapıcıdadır Fazil. Tez topu daxil edir. Xalid irəliləyir. Tələsirlər. Tək bir komandasının pası keçmədi. Nizami qurtardı. Amma top Ramildədir. Tək birdədir. Tək birdən ara pası qapıcı önə çıxmışdı. Və hakim oyunu bitirir. Tək bir komandası məğlub olur. Xətai komandası 3 xalını götürür və bununla da 4 xal olur. Və beləliklə bugünün 3 tur qarşılaşması bitdi. Digər qarşılaşmada sizlərlə görüşəcəyik. Şərhçiniz mən Mirzə İlham Mənsimov.